May ayında Lənkəran Astara Regional Təhsil İdarəsi tərəfindən həyata keçirilmiş fəaliyyətlərə və regionumuz üçün önəmli olan təhsil hadisələrinə qısa vaxt ərzində nəzər salaq. Elm və Təhsil naziri Emin Əmrullayev Astara şəhərində vətəndaşları qəbul etdi. Qəbulda Astara, Lənkəran, Lirik, Masallı, Cəlilabad və yardımlı sakinləri iştirak etdilər. Qəbul zamanı vətəndaşlar xarici diplomların tanınması, direktorların işə qəbulu, məktəb tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər etdilər. Elm və Təhsil naziri qəbula yazılmış vətəndaşları dinlədi, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində Nazirliyin aidiyyatı qurumlarının rəhbərlərinə tapşırıqlar verdi. Qərbi Azərbaycana qayıdış olimpiyadasının rayon şəhər mərhələsində 662 şagirdimiz iştirak etdi. 41 nəfər şagirdimiz isə məktəblilər arası fənn müsabiqələrinin və Lütfüzadə adına riyaziyyat məntiq olimpiyadasının final turuna vəsiqə qazandı. Respublika fənn olimpiyadalarında 14 şagirdimiz uğurlu nəticə göstərdi. Qalib şagirdlərimizi təbrik edir, hər birinə müvəffəqiyyətlər arzuluyuruq. Lənkəran Astara Regional Təhsil İdarəsində ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir zamanı çıxışlarda vurğulandı ki, görkəmli şəxsiyyət Heydər Əliyevin zəngin irsi və dövlətçilik fəlsəfəsi Azərbaycan təhsilinin inkişaf strategiyasında bugün də əsas yol göstəricisidir. Onun ideyaları gələcək nəsillərə örnək, təhsil işçiləri üçün isə daim bələdçi olacaq. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü ərəfəsində Cənub bölgəsi üzrə bir sıra mühüm sosial layihələr həyata keçirilib. Bu çərçivədə 10 mayda 10 bağça şüarı adı altında Lənkəran, Astara, Cəlilabad və Masallı rayonlarında yenidən qurulmuş və müasir standartlara cavab verən 10 uşaq bağçası istifadəyə verilib. Bağçalarda ümumilikdə 688 uşağın təlim tərbiyəsi ilə 106 nəfərlik pedaqoji heyət məşğul olacaq. Lənkəran, Astara regionunda ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümündə 10 mayda 10 körpələr evi uşaq bağçası istifadəyə verilib. Lənkəran Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Astara, Cəlilabad, Lənkəran və Masallı rayonlarında 10 məktəbə qədər təhsil müəssisəsi cari və əsaslı təmir olunub. Bağçaların istifadəyə verilməsi münasibəti ilə keçirilən açılış mərasimlərində 4 rayonun icra başçıları və Lənkəran Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev iştirak ediblər. Lənkəran Astara Regional Təhsil İdarəsində əhatə edən 6 rayon üzrə 10 məktəbə qədər təhsil müəssisəsi yenidən təşkil edilmişdir. Bunlardan bir bağça yeni fəaliyyətə başlamış, bir bağçamız tikintidən sonra öz fəaliyyətini bərpa etmiş, digər 8 müəssisəmizdə isə əsaslı və cari təmir işləri həyata keçirilmişdir. Ümumilikdə məlumat vermək istərdik ki, bölgəmizdə 6000 şagird məktəbə qədər təhsil müəssisələrinə cəlb olunub. Yeni fəaliyyətə başlayan bu 10 təhsil müəssisəsində ümumilikdə 688 şagirdimiz təhsil alacaqdır. Növbəti tədris ili üçün 43 ümumi təhsil məktəbində və 21 məktəbə qədər təhsil müəssisəsində cari təmir işlərinin aparılması planlaşdırılır. 6-cı siniflər üçün 4 fənn üzrə bilik və bacarıqların yoxlanılması məqsədi ilə onlayn monitorinq keçirildi. 123 mərkəzdə 7000-ə yaxın şagirdimiz prosesə cəlb olundu. Mayın 17 və 18-də isə Lənkəran Astara regionu üzrə bir neçə şəhər və rayon məktəblərində 4 və 6-cı sinif şagirdləri üçün keçirilən monitorinqlərə 22 min nəfərdən çox şagird cəlb olundu. Şagirdlərimizin bilik və bacarıq səviyyəsini daha yaxşı anlamaq, tədris prosesində nələri daha da inkişaf etdirə biləcəyimizi müəyyənləşdirmək və gələcəkdə daha keyfiyyətli təhsil mühiti yaratmaq üçün çalışırıq. Tərbiyəçi müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi yekunlaşdı. Cəlilabad rayonu Ləkinkən Tam Orta Ümumi Təhsil Məktəbinin eyni adlı komandası Sərhəd Hərbi İdman oyunlarının ardıcıl olaraq ikinci dəfə qalibi oldu. Azərbaycan sərhəd mühafizəsinin 106-cı il dönümünə həsr olunmuş və ümumilikdə 3 mərhələdə keçirilmiş yarışlarda 45 rayondan 165 məktəbin 825 şagirdi iştirak etdi. Final mərhələsinin yekunlarına görə növbəti dəfə Sərhəd Hərbi İdman oyununda Respublika birinciliyinə imza atan Cəlilabad rayon Ləkinkən Tam Orta Ümumi Təhsil Məktəbinin şagird və müəllim heyətini ürəkdən təbrik edirik. May ayının əvvəllərində şagirdləri PISA 2025 beynəlxalq şagird qiymətləndirilməsi tədqiqatında iştirak edəcək ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirildi. Görüş zamanı tədqiqat prosesində həyata keçiriləcək bütün addımlara yenidən nəzər salındı və prosesin təşkili ilə bağlı müzakirələr aparıldı. Qiymətləndirmə isə 12-22 may tarixlərini əhatə etməklə 8 gün ərzində mərkəzləşmiş qaydada reallaşdı.
Lənkəran Astara Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə 22 təhsil müəssisəsinin 535 nəfər şagirdi qiymətləndirməyə cəlb edildi. İmtahan prosesi beynəlxalq standartlara uyğun şəkildə şəffaflıq və texniki göstəricilər nəzərə alınmaqla təşkil olundu. Azərbaycan müəllimi uğurları ilə fərqlənən Lerik rayonu Elşən Səfərov adına Çayırod kənd tam orta ümumi təhsil məktəbindən geniş və maraqlı reportaj hazırladım. Ən yaxşı təqdimat müsabiqəsində 3-cü dərəcəli diploma layiq görülən Lerik şəhər 3 nömrəli tam orta ümumi təhsil məktəbinin şagirdi Sübhan Seyfullahzadənin də Azərbaycan müəlliminə müsahibəsini ekranda gördüyünüz saytdan oxuya bilərsiniz. Lənkəran SIM mərkəzində hazırlıq keçən Code Crafters komandası First Lego League Challenge Respublika turnirində innovativ layihə nominasiyası üzrə 3-cü yerə layiq görülərək kubokla təltif olundu. 28 may Müstəqillik Günü ilə əlaqədar təhsil müəssisələrimizdə silsilə tədbirlər keçirildi. Lənkəran Astara Regional Təhsil İdarəsi və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Zona Fən Olimpiyadasının qalibləri mükafatlandırıldı. Eyni zamanda Bakı Musiqi Akademiyasının istedadlı tələbələri dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinə və 28 may Müstəqillik Gününə həsr olmuş konsert proqramı ilə çıxış etdilər. Konstitusiya və suverenlik ili çərçivəsində intellektual məktəb çempionatının zona mərhələsi keçirildi. Bilik yarışının yekununda Lerik rayonunu təmsil edən komanda zona mərhələsinin qalibi oldu. Qalib komanda bu ilin avqust ayında Bakı şəhərində keçiriləcək yarışda iştirak edəcək. Yarış ictimai televiziya vasitəsilə canlı yayımlanacaq. Şagirdlərimiz Sabahın Əskəri hərbi vətənpərvərlik televiziya yarışmasında mübarizə apardılar. Daxili qoşunların Lənkəran şəhərindəki hərbi hissəsində keçirilən maraqlı yarışmada Masallı ilə Astara, Cəlilabad ilə Lənkəran məktəbliləri iştirak etdilər. Hər biri 2 gün davam edən gərgin mübarizənin birində Astara şəhəri 3 nömrəli və Artuba kənd tam orta ümumi təhsil məktəblərinin, digərində isə Lənkəran şəhəri 4 nömrəli humanitar təmayülli məktəb liseyin şagirdlərindən ibarət komandalar qalib gəldi. Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq. Lənkəranda şəhər rayon polis şöbəsinin təşkilatçılığı ilə narkomaniya ümumbəşəri bəladır mövzusunda rayon məktəbliləri ilə görüş təşkil olundu. Çıxış edənlər sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin mühüm yer tutduğunu bildirdilər. Masallıda isə Konstitusiya və suverenlik ili çərçivəsində zərərli vərdişlər və erkən nikahın fəsadları mövzusunda konfrans təşkil olundu. Konfrans yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, narkomaniyanın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq və erkən nikahın yaratdığı problemlər barədə daha geniş məlumatlandırmaq məqsədi daşıyırdı. Xüsusilə valideynlərlə bu istiqamətdə tədbirlərin keçirilməsi və maarifləndirmə işlərinin aparılmasının nəticəsidir ki, əvvəlki illərdən fərqli olaraq hazırda erkən nikah halları azalmaqdadır. Lənkəran Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların 1-ci sinifə qəbulu üçün müsahibələr keçirildi. Regionumuzda basketbol idman növünə maraq artmaqdadır. Lənkəran Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Cəlilabad və Lənkəran rayonlarının ümumi təhsil məktəblərinin basketbol komandaları arasında yoldaşlıq görüşü keçirildi. Həm oğlan, həm də qız şagirdlərdən ibarət 4 komandanın mübarizə apardığı qarşılaşmanın sonunda Cəlilabad rayonunu təmsil edən komanda qalib gəldi. Belə tədbirlər şagirdlərin fiziki və sosial inkişafına, komandalar arasında sağlam rəqabətin və dostluq münasibətlərinin gücləndirilməsinə xidmət edir. Bu video hesabatımızın da sonuna gəldik. Fərqli və faydalı təhsil hadisələri ilə qarşınızda olacağıq.